hədiyyəni qəbul etmirsən? Deyir ki, ey Allahın elçisi, sən demişdin ki, alan şeydə bərəkət olmaz. Peyğəmbərimiz deyir ki, mən istəyərək aldığımız hədiyyələrdən danışırmışam. Amma kimsə sənə sevgisini izhar etmək üçün, səni sevdiyi üçün, yaxud yaxşılıq etmək məqsədi ilə hədiyyə verərsə, onu götür, onu mütləq al, deyir. Onu mütləq almaq lazımdır. Ümumiyyətlə, həqiqətən biz bir-birimizə hədiyyə verdikcə qardaşlığımız güclənir. Doğrudur. Bir-birimizə olan sevgi daha da artır və istər-istəməz hədiyyə insanı bir-birinə bağlayır. Əsla elə başa düşülməsin ki, bu qardaşlıq, bu sevgi hədiyyəyə görə olan sevgi. Yəni, asıllıq baxımından deyil. O qardaşlıq əvvəlcədən də var. O sevgi əvvəlcədən də var. Biz hədiyyə əsasında qardaşlıq yaratmaqdan danışmırıq. Hədiyyə ilə qardaşlığı möhkəmlətməkdən